darvazası. İşığı da var. Suyu da buradadır. İstəsəz onu götürüb ora qoyarsınız. İşığını da yanlı qoymuşuq. Gələndə işıq pulunu alanda verərsiniz. Həyətinə belə tamit düzülüb. Burada da bir dənə tualetdir nədir ondan var. İstəsəz onu da kombi otağı eləyə bilərsiniz. Evin sağ tərəfindən keçməyə yer var, amma sol tərəfindən yox. Burada da padvalı var, mən baxmamışam. İndi alan özü gəlib baxar. Tamit daşına kimi var. Burada istəsəz çay içərsiniz, nə bilim, özünüz bilərsiniz. Belə girəndə koridor. Bu da qonaq otağıdır. Belə göründüyünə baxmayın, o qədər böyük deyil. Bir yataq otağı. Evin pəncərələri öz həyətinə baxır. Prosta qonşu orada ev tikib deyə baxamısınız. Bir otağı da burada. Gəlib burada çıxıb. Bir otağı da burada. Buranı alarsınız, işığı zəifdir. Listonu mən aferərəm sizə. Hamam salon yerdir. Aksesuarı qoyulmayıb, yəqin ki qoyulmayacaq da. Neyse, lazımsızdır. Burada da mətbəxi. Gördünüz, alarsınız. Buranın da listonu mən aferərəm. Burada da terası var. Bilmirəm, lazımdır, onu da çək. Evdə yerləşir, Rövsanda Zeytin qrupuna yaxındır. Buradan geçsəz bir 10 dəqiqə piyada çatarsınız. Bir maşından geçsəz 2 dəqiqə oradasınız. Qiymət də 120 min olub, 116 minə düşüb, təcili də satılmır. Yəni boş söhbətdir. Öz qiymətidir. İstəsəz gəlin yeniləndirəcəyik. Əlaqə nömrəmiz profildədir. Sağ olun.